Kətan üzərində canlanan həssaslıq, rənglərin dili ilə danışan duyğular və qadın yaradıcılığının sonsuz üfüqləri. Woman adlı növbəti sənət layihəsi yerli qadın rəssamların fərdi təcrübələrini və fərqli üslublarını vahid məkanda topladı. Dart Qaleridə təşkil olunan sərgi sənətsevərləri realizm və impressionizmin cazibədar dünyasına səyahətə çıxardı. Sərginin əsas qayəsi təbiət motivləri üzərində qurulub. Buradakı hər bir element sadəcə vizual gözəllik deyil, həm də daxili inkişafın, özünü kəşf etməyin və mənəvi dayanıqlılığın rəmzi kimi çıxış edir. Kurator Turan Muxtarzadənin rəhbərliyi ilə ərsəyə gələn ekspozisiyada 30 rəssamın 45-ə yaxın əsəri yer alıb. Yağlı boya texnikası ilə işlənən portret, natürmort və mənzərələr qadın yaradıcılığının nə qədər zəngin və çoxşaxəli olduğunu bir daha sübut etdi. Woman layihəsinin əsas ideyası və 31 qadın rəssamın bir araya toplaşıb ərsəyə gətirdiyi bu ekspozisiya əslində qadının məişətdə, ailədə bir fiqur kimi yox, həm də cəmiyyətdə bir yaradıcı və gələcək nəsillər üçün ortaya ərsəyə rəsm əsərləri, sənət əsərləri yaradıb bir iz qoymaq kimi bir missiyası var. Qu Gölü baleti əsərindən ilhamlanaraq onun qəhrəmanı olan Adettanı əks etdirməyə çalışmışam bu əsərimlə. Qu Gölü baletindən təsirlənərək bildirim ki, Adetta burada qadının həm daxili zərifliyini, həm zənginliyini, həm də sarsılmaz ruhunu simvolizə edir. Mən də təsirləndiyim üçün bu obrazdan onu yağlı boyayla kətan üzərinə köçürməyə qərar verdim və bugün Woman sərgisində öz yerini alır. Bugün məncə dünyanın bəşəriyyəti valeh edən ən gözəl mövzular qadın və güllər mövzusudur. Günlər Turan Studiyanın təşkil elədiyi bu sərgidə rəngarəng güllər və qadın gözəlliyinin müxtəlif formada təsvirini görə bilərsiniz. Mən bu sərgidə 2 rəsmimdən iştirak edirəm. Bir rəsmim üzümün sərgisi, ikinci rəsmim isə güllərdir. Mən əsərlərimdə qadın incəliyini, zərifliyini, ümumiyyətlə qadının bəşəriyyətə verdiyi sevgini çalışmışam göstərim. Bugün bu sərgidə biz qadın rəssamları birləşərək birlikdə bir daha qadın birliyinin, dostluğunu, necə güclü olduğunu göstərməyə çalışmışıq. Bugün burada bir çox əsərlər təbiətin parçalarıdır, qadın obrazlarıdır, təbiətdən olan əsərlərdir. Əgər düşünürəm ki, bir yerdə qadın varsa, orada mütləq ki, təbiətin ən gözəl neməti biz olan çiçəklər olacaq. Ümumiyyətlə, qadın hər zaman tarixən təkcə bir insan obrazında olmayıb, hər zaman müdriklüyün, səbrin simvolu olubdur. Zaman etibarı ilə tarix dəyişsə də heç vaxt mahiyyət dəyişməyib. Əgər qadın varsa, hər zaman orada məhsuldarlıq var, gözəllik var. Bugün də bu sərgidə bir daha qadın gözəlliyindən, qadın səbrindən və qadının gücündən xəbər verir. Müxtəlif mövzu və yanaşmaları bir araya gətirən ekspozisiya hər bir müəllifin emosional sarsıntılarını, sevinclərini və dünyaya baxış bucağını əks etdirən vizual pasportdur. İnsanın daxili aləmi ilə təbiət arasında qırılmaz mənəvi körpü quran Woman sərgisi paytaxtın mədəniyyət gündəmində incə və unudulmaz bir iz qoymağı bacardı.